Hello qızlar, bugün qaynanam gilə balıq qonaqlığına gedirik. Sizi də özümlə aparıram. Getməmişdən öncə tez bazar marketə girib lazım olan məhsulları alıram. İşə başlamamışdan öncə qaynanamla bostandan göy-göyərti yığırıq. Burada qazlar üstümə çox qışqırdığı üçün yığdığım tərəvəzləri də onlara atıram. Biraz pomidor yığdıqdan sonra mən də yollanıram kuxnaya. Mən bağda olanda qızlar sağ olsun soğanı, kələmi, kökü doğramışdılar. Mən də keçirəm salatları hazırlamağa. Somer səpiş başlayır. Burada isə baldızıma tadım test elətdirirəm. Sonra əlbəttə ki, evin baş aşpazı olan qaynanama test etdirirəm. Qəşəng əllərə sağlıq. Mənim gəlinim elə belə şey düzəltməz də, sağ ol. Biz qaynana gəlinə pişirik, dadlı tam, ağzımıza layiq. Bacımla əmim qızı hamaratlıq edib kartofla hamısını hazırlayırlar. Mən isə salatları və turşuları qablara yerləşdirirəm. Çox şükür 3 saatin tamamında axırki süfrəmiz hazırdır. Tadım testi də mütləqdir. Hazır balığın sezonu ikən siz də bişirib nuş edin mütləq. Hələlik.